Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Bilirsiniz ki, zuhur və axır zaman prosesləri ələnmə dövrüdür. Həm əqli, yəni ağıl baxımından tarixi cərəyanları birləşdirsək və bu gün gedən proseslərə diqqət eləsək, həm bizim əlimizə gəlib çatan mötəbər hədislər baxımından. Amma ələnmə dövrü və yaxud da bu ələnmə dövrü fonunda müminin kafir, kafirin bir gecəyə mümin olması, proseslərin sürətlənməsi baxımından bu tipli xəbərlər mənası bu demək deyil ki, birincisi təkcə düşmən cəbhəsi, xeyr, dost cəbhəsində də məxsusən bu aiddir. Yəni dostlarımızdan görünənlərdir. Və ikincisi, mənası bu demək deyil ki, bir nəfərin mövqeyi yaxşı idi, istəyir heç möminlər cəbhəsində olmasın, lap belə imperializmə xidmət edən Azərbaycan hakimiyyəti, Türkiyə hakimiyyəti, Ərəbistan hakimiyyəti kimi bəzi dırnaqarası müsəlman hakimiyyətləri olaraq, hökumətləri olaraq təkcə bu deyil. Ki, biz deyək ki, bunlar mövqeyi bu idi, nə oldu birdən-birə döndü? Xeyr, ələnmənin mənası ikinci baxımdan budur ki, həm istəyir dost kimi özünü görsənənlər, həm də istəyir bu saydığım bu imperializmin nökəri olan hökumətlər içində olanların, yəni əndazə, razmerlərinin həqiqətinin üzə çıxması. Mən bugün çox ətraflı təhlil hazırlamamışam. Sadəcə bəzi xəbərləri yan-yana qoyacam sizin üçün. Özünüz daha çox nəticə çıxardım. Bir-iki qısa ola bilər ki, təhlil xidmətinizə çatdırdıq. Elə bu ələnmə prosesləri sürətlənən və göz qabağında olan və biz oyanış dalğası bir tərəfdən də təbir edirik. Oyanış dalğaları fonunda və bu proseslərin içərisində önəmli hadisələrdən biri də Azərbaycan məsələsidir, Qafqaz mənasında. Bundan da danışmışdıq və bəzi detallı bəhsləri söz verdiyimiz kimi yenə danışacağıq. Azərbaycan prezidenti bəzi xəbərlərdə mən gördüm, qəribə bir neçə cür söhbətlər eləyib. Mən qısa toxunmaq istəyirəm. Diqqət eləyin, evangelizmin və insan qanı içən siyonist məsihlərin mərkəzi böyük şeytan Amerika. Bu oyanış dalğası fonunda danışıram. Amma qərb-şərq artıq xalqlar hər saat daha güclü oyanış dalğası ilə, hətta Amerikanın öz xalqı 1200 nöqtədə 100 minlərlə hərəsində mitinqlər. Oyanış dalğası fonunda danışıram. Evangelizmin mərkəzi Amerika rejiminin və bu sistemin böyük şeytan olduğu məlum olur dünyanın əksər xalqlarına. Qərbli, şərqli. Və bu sistem müqavimət cəbhəsinin bunlara qarşı siyasi və kəşfiyyat və hərbi arenada yaygınlaşdırıcı zaman və məkan coğrafiya baxımından həm də yorucu eyni zamanda döyüşlər fonunda kartlarının üzə açıldığını, üzə çıxdığını görür. O dərin onların, belə deyək, şeytan hökuməti Trump qırmızı inəyini, dəli inəyini gətirir başa. Öz arxa siyasətlərini və kartlarının açıldığını görüb bunu gətirirlər başa. Bu da görürsünüz, heç bir tərəfdən nüfuz edə bilmədiyi üçün ya quduz iti olan siyonist rejimə son çarə olaraq bacardıqca zaman əlində qazanıb kömək edir ki, günahsız körpələri bombalasın və özləri ilə müqayisə edərək fikirləşirlər ki, Qəzzə xalqı bezib oradan köçəcək. Hər nəyin bahasına olur olsun, jurnalistləri od vurub yandırmaq, körpə qadın, sən kişisən, filan kəslər hamamında bilirsiniz, bu misal. Yəni bu qırmızı inək bir tərəfdən çarəsi bunda qalıb, digər tərəfdən də nə etməlidir?
hər yerə cırmaq atır. İqtisadi baxımdan tərifələr qoyur Çinə, dostuna, düşməninə də indi öz baxışı ilə baxsaq, hamısına. Və bu tərifələr sürətlə iqtisadi çöküşdə olan və indi sosial və ictimai baxımdan da etiraz dalğaları fonunda çöküşü sürətlənən Amerikanın sürətlənən çöküşünü 1-ə 10 sürətləndirir. Və batdıqca daha çox cırmaq atır. Eyni bu misaldadır. Böyük şeytan batdıqca daha çox cırmaq atır. Amma dərd burası deyil. Dərd burasıdır ki, indi baxın, mən dedim, çox təhlil etməyəcəm, yan-yana qoyun hadisələri. Bütün bu hadisələr fonunda bir dəfə misal çəkmişdik, bağlanan kanalımızda deyəsən. Ki, imperializmin trolluğunu edən və boyunduruq olduqlarına görə, həmişə qabaqlarında gözü kölgəli olduqlarına görə, öz kreslolarını və hökumətlərini qorumaq bahasına onlara hər cür trolluq etməyə hazır olan bir sıra dırnaqarası müsəlman hökumətləri ki, o cümlədən Azərbaycan hökuməti. Məcburdur onları boğulmaqda olan, bataqlığa qərq olan o heyvanı, cırmaq atan heyvanı neynəsin? Xilas eləsin. Bu heyvan da götürür, neynəyir? Bax, bunu demişdik. Bunun üzərinə bütün sektorlar nəzərə alına, qütbləşmələrin fonunda və oyanış dalğalarının fonunda. Bunun üzərinə gələn rəqibləri iqtisadi baxımdan, siyasi baxımdan, hərbi və kəşfiyyat baxımından və məxsusən də ideoloji baxımdan mərkəzliyi təşkil edən İslam Respublikası və müqavimət cəbhəsi baxımından bunların ağzına kimi atmalıdır? Bəli, buna trolluq edənləri. Dırnaqarası müsəlman hökumətlərini atmalıdır. Maraqlıdır, bu Trump çökdükcə səsin bir tərəfi yadınıza gəlir, keçən çıxışlardan birində dedik ki, ehtimal var, yenə Azərbaycan tərəfdən səs gəlsin. Bəzi xəbərlər bir neçə gündür dolanır ki, bəli, Azərbaycan prezidenti, baxın, Trump çökür, bunlar zərbəni gözləyirlər və son var güclərini həm media vasitəsilə və həm də iqtisadi embargolar vasitəsilə tərifələr etməklə ki, daha da çökürdəcəklər. Bunun vasitəsilə bütün dünyaya bugün məlum olduğu kimi dosta düşmənə, müqavimət cəbhəsinin mərkəzliyi İrana və onun qollarına təzyiq etmək istəyirlər. Bu fonda Azərbaycan hökumətindən yenə səs gəlir. Bir neçə xəbər var. Bir, diqqət edin. İlham Əliyev çıxır, deyir ki, bəli, Trump gələndən Azərbaycan-Amerika münasibətləri normallaşır, falan eləyir, bəs mən daha yaxşı. Diqqət edin. Yəni, əslində Trump gələndən deyil. Elə həmişə Amerikadan idarə olunub. Amma bayaq dediyimiz kimi, mərkəz evangelizmin Trump üzü son kartlarının açıldığını görüb bu vəhşi qırmızı inəyi qabağa çəkəndən və bütün dünyaya göstərəndən bəri, hər şey açılandan bəri, açıq oynamağa başlayandan bəri məcbur olaraq belə deməli idi əslində Azərbaycan prezidenti İlham Əliyev. Daha yaxşı münasibətlərimiz yaranır. Yaxşı, bayaq danışdıqlarımıza diqqət edin, hadisələri qoyun yan-yana. Hansı Trump? Eyni siyasət yürütsə də, eyni yerdən idarə olunsa da, belə deyək də, gəlin cəmaatın zahiri gözü ilə baxaq. Biden biraz yumşaq idi də, deyək, ha? Zahir gözlə baxıb deyirik, ya. O da kömək eləyirdi. Dağıdıcı bombaları qadınlara, uşaqlara qarşı verdi. Amma indi gəlin, İlham Əliyev deyir ki, açıq-aşkar quduz it olan siyonist rejimə uşaqları bombalamaq üçün B-2, B-2 ya B-52 bu bombaları açıq-aşkar İsrail rejiminə verən və Yəmənə qarşı açıq-aşkar mübarizəyə qalxmağa məcbur olan, müsəlman qətliamına razı olan, hətta İlham Əliyevin böyük qardaş dediyi Ərdoğanın belə biz söz verdiyimiz və gerçəkləşən Suriyada qəbrinin qazılmasında müstəsna rol oynayan Quduz it İsrail və onun atalığı Amerika, İlham Əliyev deyir, biz onlarla aramız yaxşıdır. Daha yaxşılaşır. Hansı bu paradoksu baxın düzəldin.
Türkiyə qardaşdır, yoxsa Türkiyəni əməlli başlı Suriyada dolayan Amerika və ya onun İsrail quduzudur. Bir tərəfdən, qoyun hadisələri yan-yana, bir tərəfdən də İlham Əliyev çıxış eləyir, deyir ki, İsraillə Türkiyənin arasında normallaşdırma söhbətlərində mən vasitə ola bilərəm. Bəzi xəbərlərdə mən bunu gördüm. İndi əzizlər də baxar, yenə araşdırarıq. İsrail də dostumuzdur, Türkiyə də dostumuzdur, qardaşdır, İsrail də dostumuzdur. Əcəb. Dünən mən bir xəbərə rast gəldim, bir neçə yerdə. Bir tərəfdən də deyir ki, İranla münasibətlərimiz var, iqtisadi filan münasibətlər. Gözəl, qəşəng. İki ölkə arasında münasibətlərin olması gözəl. Amma ardınca nə deyir? Səhv eləmirəmsə Pezeşkanın Azərbaycana olacaq səfərindən danışanda deyir ki, biz acı hadisələri də unutmamışıq. 2 il bundan qabaq Azərbaycanın konsulluğu səfirliyində Tehranda baş verən o məlum hadisə ki, qətl hadisəsi. Ondan danışır. Deyir, biz acı hadisələri unutmamışıq. İran tərəfi normallaşma istəyirsə Azərbaycanla. Birinci bu cümlə sənə nə deyir? Biz insanlara normal alırıq. Yəni, mən İrana normal baxmıram da normal deyil münasibətlərimiz. Bəs indiyə qədər o gülmək, danışmaq falan bunlar öz aləmində siyasət sayılırdı. Öz aləmində. Amma təəssüf doğuran məqam budur. Deyir ki, acı hadisələr unutmayıb. Biz o hadisənin təvərrüatından danışmışdıq. İran prokuraturası falan. Bunlar bilərəkdən qətl olduğuna görə, məndə olan məlumatlara görə edam hökmü, ölüm hökmü çıxardıblar. İlham Əliyev deyir ki, bir sıra hökmlər verilsə də təəssüf ki, icra olunmayıb bir. İkincisi, normallaşma istəyirlərsə, burada əli olan, necə deyərlər, təşkilatlanmış bir cinayətdir, sistematik bir cinayətdir. Onun arxa planı. Bəli, biz də deyirik. Biz o vaxt da dedik, indi də deyirik. Vəli fəqih sistemi, İslam sistemi olan bir hökumətdə dərs oxuyan bir insan kimi və İslam yolunda çalışmağa çalışan bir insan kimi, şəxsən mənim öz nəzərimdir və məntiqi dəlillərimi də gətirmişəm indiyə qədər. Və bu baxımdan da İslam hökumətinin çərçivəsində belə ümumi müsəlman ümməti olaraq baxanda söz hüququ olan bir şəxs kimi Əhl-i Beyt məktəbinin davamçısı olaraq mənim də tələbim var. İran xüsusi xidmət orqanları, bəli, İlham Əliyev Azərbaycan prezidenti deyir, arxa plan, biz də deyirik, arxa plan açılsın. Görək o arxa planda təşkilatlanma və sistematik cinayəti kim təşkil edib? Görək o qadın hardadır? O buradan qaçan qadın səfirlik qeyri-qanuni bir sənədlə qaçırdı, bax. Hardadır? Açılsın, axıra qədər gedilsin, bəli. Biz də onu istəyirik. Niyə görə istəyirik? Çünki, bax, bayaqdan danışıram, deyirəm, yan-yana qoyun. Trump'ın boğulma məsələsini danışdım, Siyonist rejimi danışdım, Türkiyədən danışdım. Azərbaycan hakimiyyətinin, prezidentin bu sözünü bunun yanına qoyun. Mən bir əsas nəticə almaq istəyirəm buradan. Maraqlıdır ki, nə vaxt ki, Qərb və Siyonizm sistemi zərbə gözləyir və sıxıntısı çoxalır və dəliyə dönür, pik nöqtəyə çatır, o zaman son çarə olaraq ya İran ətrafı, ya İranın elə sərhədyanı bölgələrində bir sıra cənub-şərq və yaxud da cənub və cənub-qərb filan bəzi yerlərində terror planlaşdırırlar, İran daxilində ixtişaş planlaşdırırlar və bunun fonunda maraqlıdır ki, onlar bu sıxıldıqca bunların da ətrafında İranın şimal-şimal qərbində Azərbaycan hakimiyyəti tərəfindən birdən-birə səs gəlir İrana tərəf, İran hakimiyyətinə tərəf. Sonra da adını qoyuruq qonşuluq. Bax, budur. Bunun üzərində gedin fikirləşin. İlham Əliyev Azərbaycan prezidenti olaraq əgər sən düşünürsən ki, acı hadisələr unutulmur, bir neçə misal vurum. Bəli, acı hadisələr unutulmur. İsfahanda vurulub Nətəns nüvə obyektlərinə yaxınlaşan, vurulub salınan İsrail dronu sən özün hamıdan yaxşı bilirsən.
Azərbaycandan qalxmışdı və kimlər səndən gəldi, söhbət elədi. Reaksiyanın necə oldu bir prezident olaraq özün bilirsən. Ki, Azərbaycandan qalxıb koordinatlarını sənə necə göstərdilər. Bunu bilirsən. Acı hadisələr unudulmur deyirsən, ha. İki, acı hadisələr unudulur, bəli. Qazilərimizin özünü yandırmağını heç birimiz unutmuruq. Qazilər məsələsindən də sizlərə bəzi təhlillərimiz var gələcək proqramlarda inşallah. Qazilərimizin 70 nəfər idi, neçə nəfər idi sonuncu dəfə? Unudulmur. Şəhid ailələrinə olan hörmətsizliyi unudulmur. Və maraqlıdır, Qərb və imperializmin sıxıldığı dövrdə və ixtişaşlara hazırlaşdığı dövrdə son kartlarını, son cüzi qalmış güclərini istifadə etməyə hazırlaşdığı dövrdə sən bu bəyanatı verirsən bir prezident olaraq, yeni aranı qızışdırırsan. Və daxildə də sənin yedirtdiyin polislər artıq kişilərdən keçib qadınları belə deyək də, şöbələrə çəkməyə, xüsusi kəşfiyyat orqanları çağırmağa. Sıxıntının cilvələri, acı hadisələr unudulmur, tərtər hadisələri unudulmur, bəli. Bəli, cənab prezident, tərtər hadisələrimiz unudulmur. O barədə də geniş danışacaq. Polad Həşimovun koordinatlarının kimlər tərəfindən və hansı məqsədlə verildiyi də unudulmur. Amma baxıram, görürəm ki, mən şəxsən bir vətəndaş olaraq və tələbi olaraq və xalqına canı yanan bir şəxs olaraq görürəm ki, unudulmamalı şeylər var bu qədər. Bunlar unudulub. Şəhid ailəsi səsini çıxardanda qadınlarına belə hörmətsizlik olunur, bunlar unudulur. Saydığım faktlar unudulur. Amma o tərəf sıxıldıqca İlham Əliyevin səsi yenidən gəlir. Bilmirəm, nə verirlər, nə təklif edirlər İlham Əliyevə. Və sonda deyim, Azərbaycan prezidentinə bir vətəndaş olaraq və hər birimiz Azərbaycanlı, fars, türk, ərəb, İranlı, o birisi, bu birisi, nə bilim, Türkiyəli olmamışdan öncə insanıq, yəni muslim, İslam gətirən Allahın bəndəsiyik. Bir müsəlman və azadlıq sevər olaraq iki şey də deyim ki, prezidentə, bunlar da unudulmur. Və tarixdə qara ləkə olaraq qalacaq. Və bu yaxında o qara ləkənin acısını belə gedişlə sənin hakimiyyətində, səni idarə edən klanlarda və təəssüf ki, sözünə qulaq asdıqları da onlara qulaq asıb xalqın qeyrətli oğlanlarını dediyin dəmir yumruğun altında əzdiklərin o ərbabların da çəkəcəklər bu qara ləkənin. Bir qara ləkə budur. Azərbaycan bir müsəlman ölkəsi olaraq İsrailin qadın və uşaqların bədənini tikə-tikə edən, Fələstinli uşaqların bədənini tikə-tikə edən, minlərlə Xocalını onlara yaşadan il yarımda namərd, qorxaq, padval mışı və siçovlu olan siyonist rejimin yanacağını müsəlman ölkəsi olan Azərbaycan hakimiyyəti böyük ölçüdə təmin edir, böyük ölçüdə bombalarının yanacağını. Bəli, bu böyük qara ləkədir, bu unudulmur. Və acı hadisələr unudulmur deyir Azərbaycan hakimiyyəti, bəli, acı hadisələr unudulmur. Bir misal vurum. Allah rəhmət eləsin, şəhid rəisi Azərbaycan prezidenti ilə görüşdən qaydanda Azərbaycan sərhədlərinə yaxın yerdə qəzaya uğradı, şübhəli qəza və düzdür, biz onun təhlilini də verdik, ehtimallar dedik və söykəndiyi hələ ki dedik son qərar İran Silahlı Qüvvələri araşdırıb 2 dəfə bəyanat veriblər ən azı ki, heç bir elektron müharibə falan yoxdur. Amma bu iş də bağlanmayıb, cənab İlham Əliyev, bu iş də bağlanmayıb. Tam olaraq bağlanmayıb. Bu acı hadisədə bir müsəlman olaraq, bir qonşu olaraq, etnik, milli, dini kökləri bir olan bir xalqın və müsəlman qardaşım olan xalqın
qonşularla siyasəti ən böyük prioritet tutan, həm xalqına, həm qonşularına can yanan prezidentin şübhəli şəkildə sən prezidentlə görüşdən qaydanda şəhid olandan sonra orada ali məqamlı rəhbər və Əhl-i Beyt məktəbinin xətti də bunu unutmayıb. Onda rəhbər bir söz dedi. Acı hadisələr unudulmur. Rəhbər dedi ki, deləm bəray rəisi suxt. Rəisiyə ürəyim yandı. Bunu sən bəlkə də bilmərsən, səni biraz başı alladarlar, amma ərbabların qəşəng bilir o səni. Təəssüf ki, idarə edənlər və iradən çatmadı sənin və hökumətin ki, insanlıq düşmənlərinin idarəçiliyindən çıxasan. Onlar yaxşı bilirlər, rəhbər deyəndə ki, ürəyim yandı, yəni nə olacaq? Kimləri harda, arxa və ön planda nələr gözləyir? Sözümün qısası bu idi. 2 mətləbi çatdırmaq istəyirdim bugün sizə. 1. Sadaladığım bütün faktlara baxın, imperializmin əl-ayaq atmasına baxın, kartlarını tamamilə açmağa başlayanda və son çarə və əsəbilikdən çapalamaları güclənəndə maraqlıdır ki, Azərbaycan prezidentinə nəsə olur, birdən yenə də imperializmin qarşısında tək başına dayanan İslam Respublikasına öz qonşuluğu iddia etdiyi İslam Respublikasına qarşı yenə də qızışdırıcı iddialar atır. 1. Bu faktı istəyirdim çatdıram. 2. O iddianın içində olan Azərbaycan prezidentinin sözünə cavab. Bəli, mən də bir müsəlman 1, Əhl-i Beyt məktəbi 2 və Azərbaycanlı 3 və İranda oxuyan bir tələbə olaraq mən də deyirəm, bir prezident olaraq deyirsən, acı hadisələr unudulmur? Bəli. Bəzi acı hadisələri saydım sənin daxili siyasətində və xarici siyasətində baş verən acı hadisələri saydım ki, onlar da bil ki, unudulmur. Amma bunu da bil, sübh yaxındır. Əzizlər, sizləri sübhün sahibinə əmanət edirik.